Mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Ebil Kasimi Muhammedinil Mustafa ve aleyhi tahirin. Mömin möminatı salamlayıram. Allah hamınızdan razı qalsın. Allah Teala mübarək Rəcəb ayının xeyrin, bərəkətin hər birinizə qismət eləsin və Rəcəb ayından sonu hamımızın günahlarının bağışlanması və Allahın rızayətinin əldə olunmasına bir səbəb olsun inşallah. Mövzumuza başlamazdan öncə bir məsələyə aydınlıq gətirim. Bu internetdə də və yaxud bizim bu gözəl mömin qardaşımız da həmişə yapışıb o kəlmədən şifa, şəfa. Allah şifa versin ya şəfa versin. Və yaxud nəhlət və yaxud lənət nə olsun? Və buna bənzər kəlmələr. Bax, diqqət eləyin, bəziləri bu internetdə, TikTokda və yaxud Instagramda harda olur olsun, biz özümüz də ara sıra bu belə deyək də küləyin təsirində olmuşuq. Məsələn, səhv tuturuq ki, şəfa yox. Denən Allah şifa versin, şəfa verməsin. Niyə qardaş? Deyir, çünki ərəb dilində və Quranın özündə də var. Şəfa da var, şifa da var. Şifa mənfi yönümlü bir mənadır. Quranda şəfa isə müsbət yönümlü. Ümumi şəkildə deməli, ənən oxuyanda şəfa və yaxud yazanda quyunun ağzı, məsələn, cəhənnəm çalasının o dodaq hissəsi ki var, ki bitdi, əyağı qoydun düşəcəksən. Həmən o bir əyaqlıq o yerə deyək, quyunun dodağı, o dairə ki əyağı qoyub baxa bilərsən, bir balaca qabağa gəldin düşəcəksən. Həmən o məsafəyə deyilir şəfa, ərəb dilində. Şəfa hüfrətin, yəni quyunun ağzı, dodağı. Amma şifa deyəndə isə, məsələn, ayə var ki, hansı Quran ayəsini nazil eləyirsə, o şifadır, inən, şifa. Deməli, şəfa oldu quyunun və yaxud nəyənsə bir şeyin ağzı, orada qutarır, sonra başqa bir hissəsi başlayır. Şəfasa, inən, şifasa oldu xəstəlikdən qurtulmaq, belə deyək də, zülmətin aradan getməsi, nurun başlaması və s. ilə axır. Bu ərəb dilində. İndi biz hansını istifadə edəyək? Bizim kəlməmiz bu mövzuda ən gözəl kəlmə şəfanı əvəz eləyən Azərbaycan dilində bir kəlməmiz yoxdur. Afiyyət də desin, o da ərəb kəlməsidir yenə. Qurtulmaq, qurtuluş, bu gərək böyrünə bir qeyd qoyasan. Nədən qurtuldun? Xəstəlikdən qurtulmaq, kasıbçılıqdan qurtulmaq, bəladan qurtulmaq, təzyiqdən qurtulmaq, çox şeydən qurtula bilərsən. Amma ərəb dilində bu şifa kəlməsi məhz nədir? Xəstəlik aradan gedir, sağlamlıq gəlir, zülmət gedir, nur gəlir. Bu dairədən kənara çıxmır. Bizdə bunu əvəz eləyən bir xüsusi kəlməmiz nədir? Ola bilsin vaxtında olub, bizim belə deyək də, problemimiz də burada ki, öz dilimizin lüğəti yoxdur. Öz dilimizin lüğəti yoxdur. Belə deyək də, dilimizdən o alma sözləri yığışdırsaq hal-hazırda, biz Azərbaycan dilində danışa bilməyəcəyik. Yəni, ərəbin, farsın və yaxud latının, rusun, onun, bunun sözlərini çıxarsaq ki, yox, biz məhz Azərbaycan dilində danışmaq, məhz türk dilində danışmaq istəyirik, gərək təzə şeylər inşa eləmək lazımdır. Məsələn, rayonları gəzmək lazımdır ki, görək rayonlarda bu kəlməni məsələn nə ilə əvəz eləyirlər olar, belə o rayon dilində, kənd dilində.
Bir var ki, məsələn, gedib farsdan, ərəbdən götürəsən, bir də var elə rayonlarda cəmaət istifadə edir də, bizə gülünc gəlir o kəlmələr, amma özümüzündür də, yadelli bir xalqın deyil. İndi hər halda şəfa deməliyik, ya şifa deməliyik. Bax, dilə necə köçübsə və dildə, şeiriyyatda, ədəbiyyatda, cəmaatın arasında necə istifadə olundusa, alındısa, o alınanda deformasiyaya uğrayır kəlmə. Məsələn, bizdə ayn hərfi yoxdur. Ərəb dilində 3 s var. Sin, fə, sad. Bizdə bir dənə s var. İndi mən bu 3 müxtəlif, məsələn, səmən bir şeyin qiyməti, sadır, sinə və məsələn, səllə, səbət, sinnən. İndi mən bunları almaq istəyirəm. Hansısı ilə alacam mən? Bir dənə mənim s hərfim var. Amma ərəbin 3 s hərfi var. Məsələn, ərəbin 4 z hərfi var. Hamısı z-dir ya, z. Bizim bir dənə z. Ərəbdə 4 z var. O kəlmə ki, məsələn, uxtud dalla yazılmalıdır, uxtud rana yazılmalıdır, uxtud tana, uxtud sadla, mən onu dəyişə bilmərəm ərəb dilində. Amma alanda mən özümküləşdirirəm. Mən, məsələn, türklər üyə meyillidir, ü. Küntüm, kuntum yazılır, onlar küntüm oxuyur üylə. Üyə meyillidir. Onlar alanda elə üylə də yazacaq. Məsələn, biz üyə meyilli deyirik, uya meyilli. Məsələn, biz deyirik ülya, onlar deyəcək ülya. İndi hər dilin özünün, belə deyək də, alma qaydaları var. Biz də ərəbdən bu şəfa, şifa, xəstəlikdən qurtulma alanda şəfa kimi götürmüşük. Danışığımızda da belədir, yazımızda da belədir. Allah şəfa versin, qədimdən ta bugünkü günə qədər. Ərəbsə fərq qoyur, şəfana, şifada. Biz səhv eləmirik. Biz Azərbaycan dilində birinin xəstəlikdən qurtulmasını ələ şəfa deyəcəyik. Çün alma bu cürnədə alanda kəlmə deformasiyaya uğrayır. İni, şifa bizdə tələffüzü çətindir. Ənənə vəz eləyirik şəfa. Ərəbdə fərqlidir. Yəni, ərəb bunu eləyə bilməz. Xəstəyə deyə bilməz, Allah sənə şəfa versin. Ərəb deməlidir, Allah sənə şifa versin. Amma mən Azərbaycanlı, mən türk, xəstəyə deyəcəm, Allah sənə şəfa versin. Yəni, quyunun ağzı yox. Hələ xəstəlikdən qurtulmaq. Allah qəlbə şəfa versin. Yəni, qəlbimin nuru, zülməti geçsin, oranın yerinə nə gəlsin? Nur gəlsin. Amma ərəb mənim istifadə eləmək istəsə, o düz eləmir. O deməlidir şifa. Çünki onun dilində şəfa var, şifa var. Amma bizdə yoxdur. Biz alanda onun kəlməsin sındırmışıq, özümüzküləşdirmişik. Neynirik? Yerinə, şifanın yerinə şəfa deyirik. Eyni farslardan aldığımız gümrah kəlməsi kimi. Gümrah Azərbaycan kəlməsi deyil. Türk mənşəli kəlmə deyil. Biz onu onlardan neynəmişik? Qədimdə almışıq. Ne üçün almışıq? Tam yad bir mənasın. Məsələn, fars sözü baxanda təəccüblənir ki, kişi bu kəlmə bizimdir, bizimdir. Bizdə bu sağ mənasındadır. Siz niyə bunu sol mənasında istifadə edirsiniz? Biz əcəb eləyirik. Alan əcəb eləyir. O, biz istifadə elədiyimiz qaydada istifadə eləyə bilmək üçün onun dilində gümrah yolun azmış deməkdir. Yolun azan, məsələn, bir nəfər yolun azıb. Məsələn, belə getmədiydi, gedib tam yad istiqamətə. Deyirəm ki, bu adam gümrahdır, yolun azıb, buna kömək eləyir. Və yaxud şəriətdə deyirəm ki, bu adam nədir? Gümrahdır. Yəni, haqq yolu qoyub, hansı yola gedib? Batil yola gedib. Yəni, yol azmaq. Yol azmaq, fars dilində. Rah yoldur, qom itirmək, azmaq, tapmamaq, mənzilə yetişməmək. İki kəlmənin birləşməsindən əmələ gəlir gümrah kəlməsi.
Amma bizdə isə biz onu götürmüşük, özümüzkiləşdirmişik, kəlmə onlarındır. İçərisinin mənasını götürmüşük belə tap atmışıq o yana, özümüzdən onun içinə nə qoymuşuq? Təzə bir məna. Gümrah nədir? Əhval ruhiyyəsi yüksək, hər işi qaydasında, heç bir problemi olmayan, heç bir narahatçılıq anında keçirməyən adama deyirik ki, xoş, xürrəm və gümrah bir həyat sürür. Aydın? Onlarda o bizdə istifadə elədiyimizi istifadə elənməz fars. Desin ki, Azərbaycan dilində gümrah belə hallı, varlı, hər şey qaydasında bu mənadadır. Öz fars qardaşına desin ki, sən gümrahsan ha. O götürüb şillə vuracaq bunun üzünə ki, deyəcək, mən Azərbaycanlıların dediyi mənada deyirəm. Olmur. Onun dilində bu xoş mənalı bir şey deyil. Bizdə isə tam müsbət xoş mənalı bir şeydir. Və yaxud lənət olsun sənə, ya nəhlət olsun sənə. Nəhlə, ərəb dilində Nəhl surəsi var, arı, bal arısı. Bal arısı, yəni belə deyək də, o internetdə bu araşdırmalar təqdim edənlər deyirlər, səhv edirsiniz. Nəhlət yox, lənət demək lazımdır. Əgər nəhlət desəm nə olacaq? Sənə bal arısı olsun. Olsun da, nə etirazın var ki? Allah Yezidə nəhlət eləsin. Yezid kefdədir, balın içində gündə bal yeyir. Yezidə heç nə olmur. Yox, bizim dilimizə o lənət necə keçib? Əgər nəhlət kimi keçibsə, ədəbiyyatımızda, şeiriyyatımızda dahilər lənət yox, nəhlət olaraq yazıblarsa, elə alıb istifadə ediblərsə, hələ o lənət mənasındadır. Ərəb bizim mənada onu istifadə eləyə bilməz. Məsələn, ərəb öz bir sevmədiyi adama desin ki, Əleykə nəhlətullah, Allahın sənə nəhləti olsun, o düz demir. Amma biz düz deyirik. Əgər yenə deyirəm, bizim dilə nəhlət kimi keçibsə, bu araşdırmaq lazımdır. Mən neyi başa salmaq istəyirəm? Rus dilindən, İngilis dilindən, Latın dilindən, hansı dildən olursa olsun, ərəbi, farsı, bizim dilə necə keçibsə, düz elə odur. Hələ deyəcəksən, Allah şəfa versin. Sən səhv demirsən. Və yaxud inşallahı ayraq yazaq, ya birləşdirək elə bir kəlmə inşallah yazaq. Biz baxmalıyıq qədim yazılarımıza, ədəbiyyat. Onlar necə yazıb? Kəlməni necə yazıblar? Ərəb dilində 3 müxtəlif kəlmədir. İn, buna deyilir ədat-ı şərt, şərt mənası verir, əgər. Şaə, keçmiş zaman feilidir, istəsə, istədi. Allah da Allah, yaradan xaliq. İn, şaə, Allahu, Allah istəsə, Allah istəsə. İndi bunu mən ərəb kimi in ayrı, şaə ayrı, Allah ayrı yazmalıyam, xeyr. Bizə necə keçib? Məsələn, Nizamisi, Füzulisi və yaxud umumən Seyyid Əzim Şirvani ədəbiyyatında necə yazıb bunu? Necə bizə keçib? Bizə keçən bizim düzümüzdür. Amma ərəb biz elədiyimizi eləyə bilməz. Məsələn, inşallah üçün də bir-birinin dalıcan yazsın, bir kəlmə kimi yazsın, səhv eləyir. Niyə? Çünki 3 müxtəlif burada cümlənin tərkib hissəsi var. İsim, feil və qoşma. Bunlar ayrı-ayrı anlayışdadır. İn feil deyir, isim deyir. Şaə isim deyil və qoşma deyil, feildir. Allah isimdir, ləfz-i cəlalədir. Nə feil deyil, nə də qoşma sayılmır. Deməli, bizim dilə keçən düz odur. Hətta o dil sahibində biz tam əks bir şey eləsək belə. Aydın fikrim çatdı. Yəni, o internetdə qarşınıza çıxsa ki, nəhlət belə, lənət belə, şəfa belə, şifa belə və yaxud filan şey belə, filan şey belə, sən baxacaqsan ədəbiyyatı. Ədəbiyyatı necə keçib? Ü-lə keçib, ü-lə oxuyasın. Ə-lə keçib, ə-lə. Düz sənin ədəbiyyatında olandır.
o sən elədiyi eləyə bilməz. Buracan aydın oldu. Vəssalamu aleykum. Lənət kimi keçibsə, hələ lənət. Nəhlət kimi keçibsə ədəbiyyatda, məsələn, belə deyək də, Seyyid Əzimin şeiriyyatının birində nəhlət yazılıb. Hələ nəhlətdə istifadə elə. Deyirəm, araşdırmaq lazımdır ədəbiyyatı ki, bizə necə keçib bu ərəbin sözü. Aydın? Verin.